yaradılışda bir canlının həyatda tam şəkildə qala bilməsi üçün onun nəyə ehtiyacı var? Balansa ehtiyacı var. Maşın yaxşı getməsi üçün balansda olmalıdır. Düzdür? Doğru. Təyyarə uça bilməsi üçün balansı olmalıdır. Tək qanadla təyyarə uça bilməz. Quş tək qanadla uça bilməz. Bizim də fiziksel olaraq baxdığımızda, ümumiyyətlə təbiətə baxdığınızda görərsiniz ki, hər şey bir simmetrik quruluşa malikdir. Və insana baxın, insanın solunda nə varsa sağında da eyni şeylər var. İki əlimiz, iki ayağımız, iki gözümüz, iki qaşımız, iki qulağımız var. Və bunların hər biri eyni funksiyanı icra edirlər. Mənim sağ əlimdə tutur, sol əlimdə. İki ayağımda gəzmək üçündür, iki gözümdə görmək üçündür, iki qulağımda eşitmək üçündür. Heç kəs deyəməz ki, mənim sağ qulağım görür, sol qulağım eşidir. Hərəsinin öz funksiyası var. Bunlar ikisi də bir-birinə dəstək olmaq üçündür.